Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Sual verilir ki, mən namaz qılmıram, oruç tuturam. Belə olan halda mənim orucum düzgündür, səhihdir, qəbuldur, yoxsa yox? Çox belə suallar rast gələ bilərik, çox vaxt soruşurlar. Hətta soruşmayan insanların da zehninə belə bir sual gələ bilər ki, doğrudan da bu cür insanların orucunun hökmü nədir? İl boyu namaz qılmır, namaz qılan deyil, amma mübarək Ramazan ayında oruç tutur. Və bu sualın cavabı bundan ibarətdir ki, əgər oruç tutan şəxsin orucu şər'i cəhətdən, fiqhi cəhətdən ki, hədislər əsasında alimlər buyurublar, nə cür olsa səhihdir, batil edən amillərdən çəkinirsə, öz-özlüyündə orucu səhihdir, fiqhi cəhətdən səhihdir, heç bir problemi yoxdur. Yəni, belə deyək də, əgər orucu batil edən işlər görməyibsə, sübh azanından məğribə qədər oruclu halda qalıb və orucu batil edən bir əməl görməyibsə, o ki, risalələrdə qeyd edilir, bu şəxsin orucu fiqhi cəhətdən səhihdir və boynunda bu orucun qəzası yoxdur. Amma qəbul olmaq başqa bir şeydir, səhih olmaq başqa bir şeydir. Mümkündür, fiqhi cəhətdən bir nəfər hətta namaz qılır, oruç tutur, bütün əməlləri yerinə yetirir. Fiqhi cəhətdən ola bilsin, səhih olsun onun əməlləri, misal üçün. Amma məsələn, fərz elə, namaz qılmadığı halda oruç tutur, Allahın əmrini ayaqlar altına atıb, namaz qılmır. Belə olan halda onun orucu qəbuldurmu, yoxsa yox? Biz bu işi dəqiq deyə bilmərik, bu iş qalıb Allahın öhdəsinə. Fiqhi cəhətdən alimlərə müraciət eləyəndə deyirlər, bəli, əgər batil eləyən iş görməmsənsə, orucun fiqhi cəhətdən səhihdir. Amma Allahın digər əmrini orucdan da daha mühüm və üstün olan, Allahın əmri olan namazı tərk edirsən, qılmırsan, bu mənada Allaha itaat etmirsən, bu orucun faydası var, yoxsa yox? Gərək həmin insanlara başa salasan ki, namaz orucdan da daha üstün bir əməldir. Burada kimsə düşünməsin ki, yenə qəlbinə deyərik, yenə həvəsdən düşər, ondansa deməyək bu daha yaxşıdır, heç olmasa oruc da tutur, xeyr. Bunu insanlara əmr etmək lazımdır, əmr bil məruf lazımdır. Bir həddə onlar da bir yerdən başlamalıdırlar, artıq bunlar bilməlidir, bu həqiqətləri bilməlidirlər. Ola bilər həmin anda onun qəlbi qırılsın, amma sən ona bu təbliğ edəndən sonra, o artıq həqiqətlə tanış olandan sonra, ibadət əhli olandan sonra, namaz əhli olandan sonra sənə təşəkkür edəcək. Bir ömür boyu sənə minnətdar olacaq ki, bu həqiqətləri ona izah etdin. Baxın, bizim bir usuliddin varımızdır. Dinin əsilləri, kökləri, təvhiddir, ədildir, nübüvvət, imamətdir, məad. Ondan sonra furuiddin gəlir. O da nədir? Dinin budaqları deyiblər ona. Mərifətdən, əqidədən sonra, usuliddindən sonra furuiddinin ən üstün ibadəti nədir? Namazdır. Hətta namaz qəbul olsa, hədisdə buyurulduğu kimi digər ibadətlər də qəbul olur. Baxın, ibadətin səhih olub olmaması digər ibadətlərə aid deyil. Məsələn, namaz ibadəti ilə oruc ibadəti bir-birinə bağlı ibadət deyil. Müstəqil ibadətlərdir. Ola bilər bir nəfər namaz qılmır, oruç tutur. Ola bilər bir nəfər oruç tutmur, namaz qılır. Müəyyən o şərtlər ki, qeyd edilib, o şərtlərə riayət etsin, orucun və namazın səhihdir, səhih hesab edilir. Məsələn, bir nəfər oruç tutub, amma namaz qılan deyil. Amma orucun şərtlərinə riayət edib, batil eləyən işlər görməyib. Deyə bilmər ki, üçün bu adam namaz qılmır, orucu da səhih deyil, batildir, xeyr, belə deyil. Və yaxud da bir nəfər oruç tutur, amma namaz qılan deyil. Daha doğrusu namaz qılan da, amma oruç tutan deyil. Biz deyə bilmərik üçün oruç tutmur, namazı da batildir, gərək təzdən qılsın və oruç tutsun, xeyr. Onlar bir-birindən müstəqil ibadətlərdir. Bəli, bəzi ibadətlər var ki, bir-birinə bağlıdırlar, biri o birisinin müqəddiməsidir. Məsələn, dəstəmaz namazın müqəddiməsidir. Dəstəmaz batil olsa və yaxud olmasa, bir insanın namazı da namaz deyil. Gərək dəstəmaz olsun, vacibdir ki, dəstəmazı səhih bir şəkildə alsın və dəstəmazla namaz qılsın. Amma namazla orucun belə bir-birinə bağlılığı yoxdur. İkisi də bir-birindən müstəqil ibadətdir. Qeyd etdiyimiz kimi, oruc ola bilər səhih olsun, sihhət cəhətinə, fiqhi cəhətdən səhih olsun, düz olsun. Çünki niyə görə? Çünki ona görə ki, orucu batilən bir iş bu adam görməyib, buna görə də orucu səhihdir. Amma mümkün orucu qəbul olmasın Allah dərgahında. Eləcə də namaz bu cürdür.
Ola bilər namazın müəyyən şərtlərinə riayət eləyir. Məsələn, insan fikirləşəndə, namaz qılanda fikri zikri başqa yerdə olur. Namazın niyyətindən ta salama qədər, əvvəldən ibtidadan intihaya qədər, əvvəldən axıra qədər bütün fikri zikri qalıb orada, burada. Namaz qılır və namazın digər o şərtlər ki, qeyd olunub, onlara riayət eləyir. Namazı batılayan bir iş ortaya çıxmayıb. Amma belə bir namazı Allah qəbul edərmi? Fikrin zikrin Allahda yox, başqa yerdədir. Və yaxud da bir yandan namaz qıl, digər yandan get günah işlər gör günən. Ola bilər fikri cəhətdən namazın bütün şərtlərinə riayət eləmirsən. Amma bu namaz hesab edilmir. Niyə? Çünki bir yandan namaz qılırsan, digər yandan gedirsən çirkin, pis əməllər görürsən. Necə ki, Qur'an-ı Kərim buyurur ki, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim, İnnəs-salate tənhə anil fəhşai vəl munkar. Sadaqallahul aliyyul azim. Həqiqətən də namaz pis və çirkin işlərdən çəkindirir. Yəni namazın funksiyası budur, öhdəsinə düşən iş budur, mahiyyəti, fəlsəfəsi budur. O səni çəkindirməsə, sənin namazın əslində heç namaz da sayılmır. Namaz qılmayıb oruç tutanlara, qohum-əqrəbədə, tanışda belə insanlar varsa, onlara demək lazımdır ki, doğrudan da heyifdir. Zəhmət çəkirsən, oruç tutursan, istidə, İşə gedirsən, yenə oruç tutursan, ac qalırsan, susuz qalırsan, amma namaz qılmırsan. Gərək namaz da həmin şəxs qılsın. Biz namazın fəzilətləri haqqında çox danışa bilərik. İstəyirəm Qur'an-ı Kərimdən bir ayə qeyd edeyim. Əl-Bəqara surəsi 143-cü ayədə Allah Azza və Cəllə bir hissəsində belə buyurur. Bismillahirrahmanirrahim. Və mə kənəllahu liyudi'a imanəkum. Və mə kənəllahu liyudi'a imanəkum. Sadaqallahul aliyyul azim. Deyir ki, Allah sizin imanınızı zayi etməz. Bu ayəyə baxsanız, Bəqərə surəsi 143-cü ayə, qiblənin dəyişilməsindən bəhs edir. Qibləmiz dəyişiləndən sonra artıq sual meydana çıxdı ki, biz o biri qibləyə namaz qılırdıq. İndi o namazların hökmü nədir? Allah deyir ki, Allah sizin namazlarınızı zayi etməz. Təfsirə baxanda, məsələn, Nur təfsirinə baxanda, görürsən ki, orada buyurulur ki, əslində ayənin təfsiri və mənası budur. وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ صَلَاتَكُمْ. Allah sizin salatınızı, namazınızı zayi etməz və yaxud ibadətinizi zayi etməz. Məsələn, Nur təfsirində, farsça yazılmış bir təfsirdir, deyilir ki, dərin ayə, bu ayədə becayə kəlməyə namaz, vacəyə iman bekar rəfdə əst. Deyir, bu ayədə namaz sözünün yerinə iman sözü istifadə edilmişdir ki, nişandəhəndə-i əhəmiyyət o məqam namaz və bərabəri an ba məqam iman mübaşəd. Buna görə ki, bu namazın məqamı və əhəmiyyətinin göstəricisidir və deməli, onun iman məqamı ilə bərabər olduğunu göstərir. Yəni, namaz yəni iman, iman yəni namaz. Sanki elə bir nəfərin namazı yoxsa imanı yoxdur. Bu da anlaşılır bu ayədən. Bir hədis də qeyd edeyim təbərrük üçün. Əl-Kəfi kitabında cild 3 səhifə 268 Darul Kutub-ül İslamiyyə tərəfindən çap olunan nüsxə. Bir hədis buyurulur İmam Baqirdən aleyhissalam, buyurur ki, hədisin ortasında belə bir cümlə keçir. İnnə əvvələ mə yuhasabu bihil abdu as-salatu. Deyir ki, həqiqətən də bəndədən soruşulacaq, hesab kitab ediləcək ilk şey nədir? Əs-salatu, namazdır. Fəin qubilət, qubilə mə sivaha. Əgər qəbul edilsə namaz, digər əməllər, ondan başqa əməllər də qəbul edilər. Tutduğun oruc da qəbul edilər. Hədisin davamı var. Başqa hədisdə hətta buyurulur ki, fəin qubilət, qubilə mə sivaha və in ruddət, ruddə mə sivaha. Əgər qəbul edilsə namaz, ondan başqa digər əməllər də qəbul edilər. Əgər qəbul edilməsə, rədd edilsə, ondan başqa əməllər də rədd edilər. Və digər hədislər, ayələr də oxuya bilərdik. Namaz dinin sütunudur və s. ayələr var, hədislər var ki, namazın fəzilətini bəyan eləyir. Odur ki, doğrudan da heyifdir. Yəni, insan oruç tutur, Allahın bir əmrinə qulaq asır, amma digər əmrinə hansı ki, ondan da üstündür. Çünki biz Firuyətinə baxanda görürük ki, namaz gəlir, sonra oruc gəlir. Orucdan daha üstün əməl namazdır. Sən özün bir özvü Allahın yerinə qoy, sənin daha mühüm bir işvi övladın tərk edib ondan əhəmiyyəti aşağı olan bir iş görür. Məsələn, sən çörək almağa göndərmirsən onu. Sənin istədiyin, yeyə bildiyin çörəyi qoyub gedib başqa ondan aşağı sənin xoşlamadığın bir çörək alıb gətirir. Sənə necə bu xoş gələr? Sənin əmrin, düzdür o da sənə fayda verib, amma sənin istədiyi yerinə yetirməyib. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.